Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu değerli Müslümanlar. Günün müəyyən vaxtları var ki, o vaxtlarda yatmaq Müslüman üçün dilimizə görə bəyənilmir. O vaxtlardan biri də sübh namazından sonra günəş çıxana qədər olan müddətdir. Və bu müddət qənimət saatları sayılır, qənimət vaxtları sayılır və Müslüman həmin vaxtı oturub Allah zikr eləməsi onun üçün daha xeyirlidir. Və həmin vaxtlar günün ilk vaxtıdır və ruzinin paylanan vaxtıdır, həmçinin də ruzinin nazil olan vaxtıdır, bərəkətin indiyi vaxtıdır və Peyğəmbər sallallahu əleyhi və səlləm ümmətin sabahlarına da bərəkət duası etmişdir. Ki Allahım ümmətimin sabahlarına bərəkət ver. İbn Qeym rahmehullah rivayet edir ki, Abdullah ibn Abbas radiyallahu anhuma gələrdi evinə görəndə ki, uşaqları yatıb, onları oyadardı, deyərdi ki, və ruzinin paylandığı bir vaxtda mı siz yatırsınız? Həmçinin də Şeyx İbn Baz rahimehullah deyir ki, mən deyir, həyatım boyu yadıma gəlmir. Fəcrdən günəş çıxan vaxta qədər nə varsa yatım. Sonra gəlir yatmaq zöhrdən əvvəl və sonraki vaxtlarda. Bu yatmaq qeylu ilə sayılır. Gündüzün ortasında yatmaq. Zavaldan öncə və yaxud da sonra. Səhl ibn Sa'd deyir ki, biz deyir Allah Nəbisi sallallahu əleyhi və səlləm zamanında deyir, qeylul edərdik. Qeylulə müstəhəbdir və sünnədən sayılır. Allah Nəbisi sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, hədisin dərəcəsi həsəndir. Şeyx Albani həsənləşdirib buyurur ki, siz qeylul edin, çünki şeytanlar qeylul etməz. Şeytan qeylul etməz. Və İbn Qeym rahmehullah buyurur ki, Allah Nəbisi sallallahu əleyhi və səlləm özü qeylul edərdi. Qeylul edərdi. Və qeylulənin vaxtı zöhrdən əvvəl və yaxud da sonra etməkdir. Həmçinin gəlir növbəti yuxu zamanı əsrdən sonra yatmaq, həmçinin də icazəlidir, insan yata bilər istəsə. Lakin əsrdən sonra yatmaq haqqında vardır olan hədislər səhih deyil. Necə bu haqda Ləznə Daim-i Fətva Qundası xəbər məlumat verir. Əsrdən sonra yatmaq haqqında vardır olan hədislər səhih deyil. Həmçinin də işadan əvvəl yatmaq bəyənilmir. Bu haqda necə Buxari və Müslim rivayət etdiyi hədis var. Allah Nəbisi sallallahu əleyhi və səlləm işadan əvvəl yatmağı xoşlamazdı. Çünki elə bir vaxtdır ki, bu yəni insan həmin vaxt yatarsa, ola bilər ki, işa namazını qaçırsın, yəni qəza etsin. İşadan sonra yatmağa gəldikdə isə işadan sonra yatmaq yaxşı əməllərdən sayılır və Peyğəmbər sallallahu əleyhi və səlləm gecənin ilk vaxtında yatardı və gecənin ortasında oyanardı və fəcrə qədər ibadət edərdi. Və həmçinin Ömər ibn Xattab radiyallahu anhu sahabələri işadan sonra qovardı ki, gedin yatın və gecə namazına oyanın. Ona görə bu kimi yuxular insan bilməlidir ki, hansı zamanlarda, günün hansı zamanlarda yatmaq icazəlidir, hansı zamanlarda yatmaq bəyənilmir, xoş deyil və məkruhdur. Selamun Aleyküm və Rahmetullahi və Berekatuhu.